Salam, ismin ikinci hissə izahı ilə davam edirik. İlk növbədə nəyə toxunacaq? Mənsubiyyət məsələsi. İsmin mənsubiyyətə görə dəyişməz. İsmin mənsubiyyətə görə dəyişməsi hansı hallarda? Yəni, adı üstündə mənsubluq bildirmək məsələsi. Məsələn, əşyanın kimə və ya nəyəsə mənsub olmaz. Və mənsubiyyət şəxsləri birinci şəxs, ikinci şəxs, üçüncü şəxs, birinci şəxsin təki, birinci şəxsin cəmi, ikinci şəxsin təki, cəmi, üçüncü şəxsin təki və cəmi. Tək və cəm. İndi, nədir? Məsələn, birinci şəxsin təkində im şəkilçisi, ikinci şəxsin ün şəkilçisi, ünsü 4, üçüncü şəxsdə ı və ya xüsub, birinci şəxsin cəmində ınız, ikinci şəxsin cəmində iniz və ımız, iniz və ları şəkilçisi. İndi, məsələ nədir? Mənsubiyyətə görə dəyişmək nədir? Məsələn, kitab sözünü götürürük. Birinci şəxsdə necə olacaq? Mənim kitabım, ikinci şəxsin təkində sənin kitabın, onun kitabı, bizim kitabımız, artıq cəmlərdə sizin kitabınız, onların kitabı və s. Yəni, artıq biz kitab sözünü mənsubiyyətə görürük. Mənim kitabım, sənin kitabın, onun kitabı, onların kitabı, sizin kitabınız və s. İndi, ən çox qarışdırılan məsələ nədir? Burada sənin ikinci şəxsin təkində ön şəkilçisidir, bu yerlik halda da var. Eyni zamanda üçüncü şəxsin təkində ı şəkilçisi, həm də təsirli hal şəkilçisi. Bunları fərqləndirmək məsələsidir ki, necə olacaq? Ən çox qarışdırılan məsələ budur. Məsələn, yazıram, sənin kitabın. Artıq elə burada diqqətlə baxanda görürük ki, burada in şəkilçisi və burada in şəkilçisidir. Yaxud bunun hansı mənsubiyyətdir, hansı hal şəkilçisidir? Burada diqqətli olmaq lazımdır. Niyə? Hansı sözün əvvəlinə görə sənin sözünü əlavə edə bilir? Bax, sənin kitabında, kitabın əvvəlinə sənin sözünü əlavə edirik. Deməli, bu yerlik haldır. Bu, mənsubiyyət haldır. Mənsubiyyət şəkilçisidir. Sənin kitabın, çünki kitabın əvvəlinə sənin sözünü əlavə edə bildik. Cümlədə, yəni sözdə heç bir məna itmədi. Belə bir sözlə işlənir, söz birləşməz. Sənin kitabın. Deməli, birinci hal yerlikdir, ikinci hal mənsubiyyət. İndi, sənin sözünün əvvəlinə sənin sözünün əlavəsi sənin olmur. Məna vermir. İndi, bax, ikinci nümunəyə baxaq. Kitabın üzü maraqlıdır. Bax, kitabın hamısını yazmıram, maraqlıdır. Kitabın üzü. Gəlin, bura bir dənə ün şəkilçisi var burada. Gəlin, əvvəlinə bir dənə sənin sözünü əlavə edək. Sənin kitabın üzü maraqlıdır. Cümlə məna verdi, məna vermədi. Deməli, buradakı ün şəkilçisi bu yerlik hal şəkilçisidir. Artıq hansındakı əvvəlinə sənin sözün və ya onun sözünü əlavə eləyəndə məna vermirsə, demək, ün şəkilçisi olan söz yerlik hal şəkilçisidir. Bir də deyək, buranı təmizləyim, silim. Kitabın məsələn, səhifəsi. Əvvəlinə gəlin, sənin sözünü əlavə edək. Sənin kitabın səhifəsi olur, olmur. Deməli, bu nədir? Yerlik hal şəkilçisi. Yerlik hal. Sadə. Əvvəlinə ın şəkilçisini, sənin sözünü əlavə edirik. Məna verməsə demək, yerlik hal şəkilçisi. Amma bir də var ki, kitabın məndədir. Məndədir. İndi gəlin bura sənin sözünü əlavə edək. Sənin kitabın məndədir. Oldu, oldu. Deməli, burada mənsubiyyət şəkilçisidir. Hansındakı sənin sözün və yaxud olsun onun sənin sözlərini bərpa eləmək mümkündür. O sözdə ün şəkilçisi mənsubiyyətdir. Hansındakı mümkün deyil, orada hal şəkilçisidir. Çox sadə. Bax, sənin kitabın səhifəsi olmur. Gələk, bura bir ın artıraq. Çünki yerlik hallı söz mütləq özündən sonra ın şəkilçisi söz tələb edir. Amma mənsubiyyətdə belə deyil.
məndədir. Burada artıq mənsubiyyətdir. Burada sənin kitabın səhifəsi olmadığına görə və özündən sonra yenə bir ın şəkilçisi tələb elədiyinə görə bu hal şəkilçisi nə tələb edir? In şəkilçisi. Çünki sənin kitabının səhifəsi ın tələb elədi, deməli yerli hal şəkilçisidir. Eyni zamanda həmənki qayda təsirli hal və üçüncü şəxsin təkinin mənsubiyyət məsələsində də keçərlidir. Məsələn, bir cümlə yazaq. Kitabı dünən çap olundu. İndi burada diqqətimiz nə çəkir? I şəkilçisi. İndi bunu ayırmaq məsələsində kitabı dünən çap olundu. Buradakı I məsubiyyətli yoxsa təsirli? Əvvəlinə bir dənə onun sözün artırsaq, onun sözü. Əvvəlinə onun sözünü artıranda onun kitabı dünən çap olundu. Cümlə məna verdi, verdi. Demək ki, buradakı I şəkilçisi nədir? Mənsubiyyətdir. Amma təsirli hal məsələsində toxunaq indi. Kitabı dünən aldım. Kitabı dünən aldım. İndi təsirli hal məsələsində həmənki qaydada gəlin onun sözünü bərpa eləyək. Onun kitabı dünən aldım olur? Olmur. Məcburdur onun kitabını dünən aldım. Bu da özünün sonra şəkilçisini tələb edir. Deməli, onun kitabını dünən aldım olmadı. Demək, burada nədir? Təsirli hal şəkilçisidir. Onun sözünü artıranda məna verməlisə, o həmənki qayda necə ki, yerlik haldaydı. Burada da onun sözünü artıranda məna verməlisə, demək, təsirli hal şəklindədir. Bir də qaydanı nəzərdən keçsək, əsas bizim işimizə yarayan nədir burada? Onun və sənin əvəzlikləri. Həmişə onun, sənin. Onun və sənin bu əvəzlikləri nəzərdə saxlamaq lazımdır ki, bu yerlik hallı söz biz bununla ayıracaq, mənsubiyyət yoxsa yox. Əgər məsələn tutaq ki, onun burada məsələn bir söz yazsaq, kitabı dünən gəldi, yer azıq, dünən gəldi. Onun kitabı məna verdi, məna verdi. Deməli nədir? Mənsubiyyət. Eyni zamanda kitabın çox maraqlıdır. Çox maraqlı. Kitabın çox maraqlıdır. Sənin kitabın çox maraqlıdır. Məna verdi. Deməli bu nədir? Mənsubiyyət. Amma təsirli hal formasında kitabı dünən aldım. Onun kitabı dünən aldım olur. Sənin kitabı dünən aldım olur. Məna verməz ki. Deməli bu təsirli haldadır. Yəni ən sadə qaydası odur ki, bu sözlərin qabağını hansı sözdən şübhələnirik, o sözdə və yaxud ın şəkilçisi və s. var. Onu müəyyənləşdirmək üçün ki, bu hal şəkilçisidir yoxsa mənsubiyyət şəkilçisidir, əvvəlinə sənin onun sözlərini qoymaq lazımdır. Əgər sənin onun sözləri ilə məna verirsə, demək bu söz mənsubiyyət şəkilçisidir. Məsələn, onun kitabı dünən gəldi. Yox, əgər məna vermirsə, əlavə şəkilçisi tələb edirsə, hansı dedik, ığınlı şəkilçilərini tələb edirsə, o artıq yerlik hallı sözdür. Qayda sadədir. Onun sənin sözlərini qoyuruq. Əgər məna verirsə, həmən sözlər mənsubiyyətdədir. Əgər məna verməsə, hal şəklindədir. İndi ikinci bir məsələyə toxunaq. İkinci məsələ nədir? Eyni zamanda söz həm hal, həm mənsubiyyət. Həm hal, elə olur ki, məsələn, elə belə sadə nümunə ilə yazaq. Onun kitablarını aldım. Onun kitablarını aldım. Onun olur. Yox. Onun kitablarını. Dəyişən nədir? Mənsubiyyətə görə kitab sözüdür. İndi mənsubiyyəti təyin elədik onun kitabları.
Bura I şəkilçisi mənsubiyyətdir. Onun kitablarını artıq burada bir yenidən I şəkilçisi var. Artıq bu nədir? Bu hal şəkilçisidir, təsiri hal şəkilçisi. Onun kitabları bu hissəyə qədər olan hissə mənsubiyyət. Bu hissəsi artıq hal şəkilçisi. Yəni söz həm mənsubiyyət şəkilçisini qəbul edib, həm də hal şəkilçisini. Və yaxud bu ola bilər ki, burada heç onun sözünü verməsin, yazsın ki, məsələn, tutaq ki, kitablarını aldım, həmən çıxarım. Kitablarını aldım. Burada diqqətlə yanaşıb, onun sözü yoxdur. Bu sözün qabağını onun artırırıq, onun kitablarını, düzdür. Demək, burada bir dənə mənsubiyyət var. Çünki kitab sözünün mənsubliyi onun kitabı, onun kitabı mənsubliyi var. Bir də üzərində bir iş görmək, təsiri hal. Gəldi nə? I şəkilçisi, I şəkilçisi. Demək nədir? Həm hal şəkilçisini qəbul edib, həm də mənsubiyyət şəkilçisini qəbul edib. Əvvəlində ola bilsin ki, onun sənin sözlərini verməz. Sadəcə biz onu artırıq, görürük, onun kitablarını aldı, məna verdi. Deməli, burada bir mənsubiyyət şəkilçisi var, onun kitabları və eyni zamanda üzərində iş görülən bir təsiri hal şəkilçisi var, I şəkilçisi var. Deməli, nədir? Onun kitablarını təsirli haldadır. Söz həm mənsubiyyət şəkilçisini qəbul edib, həm də hal şəkilçisini qəbul edib. Bəs adlıq halda olan sözlər məsələsi. Adlıq halda sözlər cəm, mənsubiyyət və xəbəri şəkilçilərini qəbul edir. Mənsubiyyət şəkilçisi qəbul etmiş, hal şəkilçisi qəbul etməmiş sözlər adlıq haldadır. Yəni, bir sözdə 2 dənə hal şəkilçisi olmur. Buna diqqətlə yanaşaq. Məsələn, kitablarımız. Bir sözdə 2 dənə hal şəkilçisi mümkün deyil. Əgər digər halın şəkilçiləri yoxdursa, demək həmən söz adlıq haldadır. Kitab sözün kökü, cəm şəkilçisi, ımızda birinci şəxsin mənsubiyyəti. Burada yerlik, yönlü, təsir, alçaşı yox demək nədir? Adlıq haldadır. Tarih etdik. Başqa şəkilçisi yoxdur, yəni hal şəkilçisi adlıq haldadır. Kitabın, yəni belə deyək, sənin kitabın, məndə. Sənin yerli hallı sözdür. Kitabın mənsubiyyətdir, ikinci şəxsin təkindədir. Kitabın hansı haldadır? Adlıq haldadır. Başqa mümkündür. Bir söz bir dənə bir halın şəkilçisini qəbul edir və eyni zamanda iki halın şəkilçisini qəbul edilməz. Bayaq dediyimiz kimi həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edə bilər. Onun kitablarını, məsələn, orada həm mənsubiyyət var, kitab dəyişir, mənsubiyyətə görə dəyişir. Mənim kitabım, sənin kitabı, onun kitabı. Kitablarını da deyəndə təsiri hal şəkilçisini qəbul edib. Demək nədir? Söz eyni zamanda həm hal, həm də mənsubiyyət şəkilçisini qəbul edə bilər. Amma eyni zamanda 2 dənə hal şəkilçisi mümkündür. Ona görə də mənsubiyyət şəklində olan, xəbər şəklində olan sözlər, xəbərli şəkilçisini qəbul edən sözlər adlıq haldadır. Şəxs xəbəri şəkilçiləri nədir? Məsələn, mən müəlliməm, sən müəllimsən, o müəllimdir, biz müəllimik, siz müəllimsiniz, müəllim, yerimiz satmıyor buradan, müəllimsiniz, onlar müəllimdirlər. Mənsubiyyətlə, bəzən şəriətdə mənsubiyyətlə şəxs xəbəri şəkilçilərini qarışdırır. Yəni, şəxs şəkilçilərinin şəxs şəkilçiləri də deyilir, buna xəbəri şəkilçiləri də deyilir. Demin qaydırmır. Bunlar çox vaxtı qarışdırılır. Xəbəri şəkilçilərində bir məlumat vermə var. Məsələn, məlumat verirəm ki, mən müəllimsən, o müəllimdir və yaxud da biz şagirdik, siz şagirdsiniz. Yəni, həmən qaydada təşvizəm şəklində dəyişir. Mən müəlliməm, sən müəllimsən, o müəllim bir məlumat verir. Amma mənsubiyyətdə kitab. Mənim kitabım, sənin kitabın, onun kitabı
Bizim, sizin, onların kitabı. Məsələn. Amma müəllimlikdə nədir? Məlumat verir. Mən müəlliməm, sən müəllimsən, biz o müəllimdir, biz müəllimiz, siz müəllimsiniz, onlar müəllimdir və s. Yəni yadda saxlamaq, mənsubiyyətə görə dəyişir. Yəni sahiblik, mənsubiyyət yəlik bildirir. Ancaq şəxs xəbəri şəkillərində isə artıq məlumat xarakterlidir. Məsələn, növbəti artıq bəzi sözlər var ki, məsələn, birinci şəxsə görə mənsubiyyətə dəyişəndə ibtidai saməti, məsələn, mənbə, mövqe, mənşə, 7 dənə sözdür. Bunlar dəyişərsən, ibtidai saməti artırılır. Mənsubiyyətə görə dəyişəndə birinci şəxsdə mənbəyin, mövqeyi, mənşəyi və s. 7 belə bir sözdür. Yəni, fərq nədədir? O birlərində, məsələn, kitabın sözündə ım şəkilsi istifadə, mənim kitabım, sənin kitabım. Bu sözlərdə, bu 7 sözdə ibtidai samətindən ifadə fərqli istifadə olunur. Fərqliliyi bundadır. Şəxs xəbərli şəkillərini dedik, mənsubiyyətə görə dəyişməlidir. Mənsubiyyətə görə dəyişmədə sözlər, bizim sözlər mənsubiyyətə görə dəyişəndə onlarda bəzi sözlər var ki, mənsubiyyətə görə dəyişəndə yalnız sahib düşür. Hansı sözlərdir? Ağıl, oğul, qoyun, uzaq mənasında, ovuc, sonra çin və s. Bu sözlərdə ancaq mənsubiyyət şəkilçisini qəbul etdikdə ikinci söz düşür. Qoyun burada qucaq mənasında. Məsələn, tutaq ki, bu hal şəkilçisində olmur. Ancaq hansında mənsubiyyət şəkilçisində. Məsələn, ovucun. Burada baxanda, məsələn, sənin ovucun içi. Burada hal şəkilçisi, ovucun içi deyəndə, burada sahib düşümü şeyzalı sözdən, amma sahib düşümü olmadı. Amma sənin ovucun olmur. Sənin ovucun. Sənin ovucun olmur. Sənin ovucun. Yalnız mənsubiyyət şəkilçisində bu sözlərdə ikinci sahib düşür. Şeyzalı sözlərin şəkilçisi yalnız mənsubiyyət. Amma bəzi sözlər var ki, həm halda, həm də mənsubiyyət şəklində düşür. Məsələn, cisim. Cisim sözü sənin cismində desək, bu düşəcək yenə. Cismin çəkisi də desək, yenə də düşəcək. İstəyir hal şəkilçisi qəbul edilsin, istəyir mənsubiyyət şəkilçisi yenə də düşəcək. Amma bu sözlərdən milli mənşəli sözləri ki, oğuldur, ovuzdur, qoyundur, ovuçdur, çiyindir, boyundur, oğuldur və s. bu sözlərdə ancaq mənsubiyyət şəkilçisini qəbul edəndə ikinci sahişi, hal şəkilçisində yox. Ən çox testlərdə bunu digər bu cisim, qism və s. kimi sözlərdə, bu tipli sözlərdə isə həm hal şəkilçisini qəbul edəndə, həm mənsubiyyət şəkilçisini qəbul edəndə ikinci sahib düşür. Çox vaxtlı testlərdə onu belə verirlər. Məsələn, tutaq ki, çox vaxtlı belə verirlər. Hansı sözdə hal şəkilçisi və ya mənsubiyyət şəkilçisini qəbul etdiyini bilmək olmur. Belə bir testdə səfərimizdə belə bir nümunələrdə olur. Məsələn, tutaq ki, verəndə cisim sözünü tutaq ki, cismin sözün verilibdir. İndi bilmirik axı, bu cismin hal şəkilçisini qəbul edib, mənsubiyyətə görə düşübdür, yoxsa mənsubiyyət şəkilçisini qəbul etdiyinə görə ikinci sahib düşübdür. Bu tipli sözlərdə. Amma halın və ya halın dəqiq demək olar. Məsələn, oğlun sözü, oğlun söz. Bu artıq dəqiq bilinir ki, bu söz adlıq haldadır. Niyə adlıq haldadır? Çünki bu sözə mənsubiyyət şəkilçisidir. Bu sözlərdə ancaq mənsubiyyət şəkilçisini qəbul etdiyinə görə bu söz ikinci samitini itiribdir.
O sahitini itiribdir. İkinci sahitini üzr istəyirəm. İtiribdir. Yəni buna yenə deyirəm. Bu oğulun sözü normal yazışı belədir. Oğul. Burada oğul. Amma bunda gördük ki, oğlun olubdur. Niyə uç sahiti düşübdür? Nəyə görə? Çünki milli sözlüyü və burada mənsubiyyətə görə düşüb. Bu sözlərdə artıq bunu dəqiq halın bilir ki, bu adlı haldadır. Çünki bu hal şəkilsini qəbul edəndə düşmür. Ancaq mənsubiyyət şəkilsini qəbul etdikdə düşür. Amma versə ki, hansı sözün hansı halda olduğunu bilmək olmur, hal şəkilsini yoxsa mənsubiyyət. Burada diqqət etmək lazımdır cisim, fəsil, isim, bu tipli sözlərə. Çünki onlar həm mənsubiyyət şəkilsində düşür, həm hal şəkilsində düşür. Onun hansı halda olduğunu dəqiq demək olmur. Amma versə ki, məsələn, oğul, ovuc və s. sözlərdə bu sözləri versə, biz onların artıq ikinci sahətin milli mənşəli sözlərin ikinci sahətini düşməyin səbəbi mənsubiyyət şəkilsinin olduğunu bilirik.